Salam, növbəti izahımız dim test toplu ikinci hissədən. Situasiya nömrə 3-dür. Başlayaq. Deyir, şagird alkin almaq üçün kolbaya etil spirti töküb üzərinə qatı sulfat turşusu əlavə edir. Ağzından kolbanın bu borunu stəkanına bromlu suyun içərisinə salır və 100 Selsiyə qədər qızdırır. Bu zaman bromlu suda heç bir dəyişiklik baş vermir. O, temperaturu artıran zaman bromlu suyu rəngsizləşməyə başladığını görür. İlk öncə biz bilməliyik ki, etil spirtinin qatı sulfat turşusunun iştirakında 140-dan aşağı temperatur və 140-dan yuxarı temperaturlar var. Hansı ki biz bilirik ki, əgər etil spirtini 100 Selsidə istifadə eləsək, qatı sulfatın iştirakında biz burada sadə efir alarıq. Hansı ki, alacağım sadə efir dietil efir olacaqdır. Yox, əgər mənə deyir temperaturu qızdırdıqdan sonra alınan da bromlu suyu rəngsizləşdirir. O zaman bilməliyəm ki, bromlu suyu rəngsizləşdirən zamanda 140-dan yuxarı temperaturda etil spirtində C2H5OH-da molekul daxili dehidratlaşma baş verdiyinə görə buradan C2H4 eten bir də su əmələ gəlir. Reaksiya bu şəkildədir. İndi gəlin başlayaq. Deyir ki, 100 Selsidə alınan üzvü maddənin formulunu yazın. 100 Selsidə alınan üzvü maddənin formulu budur. Adı isə dietil efiridir. Deyir, 100 Selsidə baş verən reaksiyanın tənliyini yazıb əmsallaşdırın. 100 Selsidə baş verən reaksiyanı yazdım və əmsallaşdırdım. Deyir, şagird temperaturu artıran zaman baş verən reaksiyanın tənliyini yazın. 42 qram etil spirtindən maksimum neçə litr alkin əmələ gəldiyini hesablayın. Burada fikir versəz, bizə maddənin içərisində alınanın özü burada veribdir, hazır. Deməli, C2H5OH-da mən bilirəm ki, bu 46 qramdır. 46 qramından nə qədər alınacaq? 22,4 litr alkin alınır. Hansı ki, 92 qramından da x litr alınır. Buradan x da çıxar 44,8 litr.